Bismillah. Bürclərin 2 fevrala ən düz proqnozu. Qoç, pul və iş mövzularında ani xəbər gələ bilər. Risk etməzdən əvvəl 2 dəfə düşün. Axşam saatları daha uğurludur. Buğa, şəxsi gücün yüksəlir. Öz sözünü deməkdən çəkinmə. Pul mövzusunda gecikmiş məsələ həll olunur. Əkizlər, daxili narahatlıq ola bilər, amma səbəbsizdir. Səbr etsən günün sonu rahatlıq gətirəcək. Xərçəng, gözləmədiyin bir dəstək alırsan. Pul və ya iş təklifi gündəmə gələ bilər. Şans səndən yanadır. Şir, diqqət mərkəzindəsən. Rəhbərlik, liderlik və pul məsələlərində irəliləyiş var. Sözün çəkir. Qız, planlarını dəyişmək məcburiyyətində qala bilərsən. Bu dəyişiklik xeyrinə işləyəcək. Narahat olma. Tərəzi, sevgi və münasibətlər ön plandadır. Pul xərcləmədə ölçülü ol, impulsiv davranma. Əqrəb, gizli qalan bir məsələ üzə çıxır. Bu sənə üstünlük qazandıracaq. Güclü gündür. Ox atan, yol görüş və ya yeni təklif görünür. Risk alsan qazanc əldə edə bilərsən. Oğlaq, məsuliyyət artır, amma nəticə də böyükdür. Pul məsələsində səbrinin bəhrəsini görürsən. Dolça, fikirlərin çox güclüdür, yeni ideya gəlir və gələcəkdə qazanca çevrilə bilər. Balıq, hisslərin güclənir, intuisiyana güvən, səni yanlış yola salmayacaq.